XM-in yeni qala gecəsi üçün Taylanda yollanırıq və sizə bu səfərdə nələr baş verirsə hamısını addım-addım göstərmək istəyirəm. Hər birinizə xoş seyirlər arzu edirəm. Taylandın Bangkok şəhərindəki hava limanına çatdıqdan sonra bizi XM-in ayarladığı transfer şirkəti qarşıladı və bizi belə bir minivan ilə otelimizə yola saldılar. Otelimizin adı Grand Center Point Prestige idi. Əgər kimsə bir gün Bangkoka gedəsi olsa, bu otel ən yaxşı seçimlərdən biri ola bilər. Və mənim də otağım 40-cı mərtəbədə idi və çox gözəl mənzərəsi var idi. İndi sizə bu otağı da tamamilə göstərəcəm. Bangkokun gəzməli yerlərini araşdırsanız, birinci elə bu pəncərədən görünən göl parkının olduğunu görə bilərsiniz. Və bundan da əlavə otelin məkanı tam mərkəzdə yerləşirdi. Belə gözəl oteli seçdiklərinə görə XM komandasına dərin təşəkkürlərimi bildirirəm. Otağa girəndə də gözümə bir hədiyyə dəydi. İstəyirəm onu da sizə göstərim və birlikdə açaq baxaq görək içində nələr var. XM hər zaman belə günlərdə partnyorlarını düşünüb hədiyyələr eləyir. Maraqlıdır içində nələr var. Gəlin onu da bir yerdə açaq. Bunun təqdimatını səsli eləmək istədim. Çünki həqiqətən də çox dəyərli hədiyyədir mənim üçün. XM bu paketin içində qızıl kart hədiyyə eləyib mənə və bu kart 24 karat qızıldır. Və bu qırmızı paketin içində də qızıl olduğunu sübut edən sertifikatı var. Bir daha təşəkkür eləmək istəyirəm XM-ə bu dəyərli hədiyyələri üçün. Və çatmağımızın sabahsı günü XM-in CEO-su ilə görüş təyin elədilər və bu görüş də Bangkokun ən hündür binalarından birinin rooftopundaydı. Bu görüşdə Özbəkistan, Monqolistan, Qazaxıstan və sair ölkələrin seçilmiş traderləri var idi. Azərbaycandan hələ ki ancaq biz idik, amma ümid edirəm ki, belə görüşlərdəki Azərbaycanlıların sayı tezliklə ekstra bir şəkildə artacaq və mən bunun üçün əlimdən gələn hər şeyi eləyəcəm. Və bu traderlərlə tanış olduq və onlar biz isə onların kanallarını izləməyə aldıq. Beləliklə traderlər arasında güclü bir connection yarandı. Ardınca Bangkokun ən məşhur abidəsi olan Wat Arun, bizim dillə desək Şəfəq məbədinə səfər elədik. Bura buddistlərin məbədidir. Onlar burada dini ibadətlər edir və öz fəlsəfələrini təbliğ edirlər. Və bu səfərdən sonra bir yaxtada müsahibə verdim. Bunu XM öz səhifəsində nə vaxtsa sizinlə paylaşacaq. Nəysə, iş səfərindən sıxılaraq yollandıq Phuketə ki, biraz dincələk. TikTokda Amerikanın, Avropanın başını buraxın qardaş, Taylanda gəlin deyən qaqaşdan tur aldım və bu turda ancaq ərəblər və biz olduq. Bu tur jet skilərlə 6 ada gəzmək turu idi. Çox maraqlı, həm də enerji tələb edən tur oldu. Gəlin baxaq, görək nələr baş verdi. Yəni, baxaq, bunlar biraz qabağa getsinlər. Sonra biz özümüz qıraqla rahat gedərik. Deməli, biz burada jet ski edirik və bu gördüyünüz adaların, məsələn 4-5 dənə ada var, hər birini bu jet ski ilə gəzəcəyik. İndi hər birində də sizə videolar çəkəcəm ki,
hansı adalara getdiyi və görünüş orada necədir. Bu birinci adadır. Gəldi çatdı. Sumkam, suyum. Bu birinci adamımızdır. Gəlib çatmışıq. O şükranidə çıxacaq. Jose, nice. How's your hand? Yeah, you see that's why we need to go up. Yeah. Gelmiştik bu arada meymunları görmeye. Ama elə gətirdi ki deyir meymunlar yatıb yoxdur meymunlar. Bu boyda yol gəldi oradan bura. Bu ada üçün deyir meymunlar yoxdur yatıb. Şimdi başqa adaya gedirik meymun görməyə. Gözümüzə bitirdiğimizə bak. Where is monkey? Monkey sleeping? Yeah, sleeping. This is not sleeping time, man. Yeah, monkey. İndi isə o bir ada üçün yarı yol eləmişik. Öz uşaqlar yolda azıblar, onlar gözləyir. Gəlsinlər, davam edəcəyik. Bu qaqaş saniyəsini də dəyərləndirir. Deyiblər dayanmır, sürür elə. Bu da ikinci kasıb. Admini bizdə dayanmır bir yerdə. Yaxşı da keçib biz də sürəyik. Follow me one line. Follow me one line. Mango Island inside. Follow me one line, please. Mango Island inside. I understand, yeah, let's go. Follow me, please. Follow me. Wow, gözəlliyə bax. Nə gözəl. Burada dalğa zadı yoxdur deyə biraz sürətlə çıxacam. Maksimum 60 dedi bu arada. ...67, 69, 70, 74, 74'ü gördüm. 72, ya maksimum budur yani. Kilometreden bir böyle dayandım ki arkadaşlar da geldi. Bence de bundan mutlaka bir. Sir, where is monkeys? Hala ben bir tanesi açtı. Bunlar ne ters sürür ki böyle aşırılar. Kardeş bu 70 ne dedi daha maksimum. Hey, come to me. Oh, oh, come. Yeah. What? Open it. Go. Ah, okay. Wait. Harda kaldın? Cam tarafa. Adımın vurdu araba. Bunlar neçədən gəlir ki, belə aşırlar? Məndə maksimum 74 görmüşəm. Məndə 74'dür. Yo, onda biraz şeydir, motoru böyükdür. Sən yıxma onu.
Düşəndə indi deyəcəm ki, bu elədi. İndi isə admin açdı. İndi bu ərəb açıqdı. Rezordur. Ərəb adımını çıxartdım admini bizdən. Adminə bax. Ölü bir. Və bilmirdin ərəb elişənlə bir olacaq. 2 dənə dua elədin, zırıq-zırıq oldun. Gəldik, çatdıq 3-cü adamıza. Adanın içində belə balaca bir kiosk yaradıblar. Çörəklə satırlar. Nə var yeməyə? Cipsi. Stepenaşki. Çəkəcəm. Sən yeməyə o nədir orada elə? Bankanın içində, deyən görək. Başqa temadır bu. Общество. Uzaq. Wow yerdir. Su çox istidir, yəni dəyişər. Günəş də istidir. Biraz yüngül külək var. O da ləzzət edir. Dua eləyən buydu bax. Dua elədi, mən su cırıq-cırıq oldu. Ona bir xeyir. Ərəblərin xoşuna gəlmədi. Ona elədiyi zarafat. Bu 5-ci adadır. Burada yer hərəkətə. Yeah. So we're gonna swim here, right? We are gonna swim here. Swimming. Yeah, swimming. You don't No crocodile. you don't swim? Me, huh? Yeah. Və gəldik, sonuncu adaya çatdıq. Bu adada şey yemək zad yeyəcəyik. Burada əməli yaşayış var. Cəmaət voleybol da oynayır. Bunlar hardan gəldiyini deyək bilmirəm. Gedək içəri baxaq görək, içəridə vəziyyət nə yerdədir. Hamı yeməyini yedi, artıq yenə doluşuruq skuterlərə və təzədən gəldiyimiz adaya geri qayıdacağıq. Bir xeyli yolumuz var. Original Thai car. Heç keyfi yox dağımına var. Deyim mən bu adaya kim gətirsəm zor. Bəli. Və sən ərəbin dualarından sonra yaxşı qutardın sən. 2 dəfə bəs elədi. 2 dəfə açdın. Birini çəkdim, birini çəkəmədim. İkincidə ümumiyyətlə skuter aşıtdın, skuter çevrildi. İkincidə sən baxdım ki, məndən başqa heç kim yoxdur, dedim öyrəsəm Allahım. Dedim bu gün o gündür. Dua ilə qarşılıq verərdin də sən də. Alınmadı. Nədir? Savadika. Savadika. No fun. No fun can that man. Hello. Hello, how are you today? Yeah, really nice. Yeah. Welcome Thailand. By the way, thanks for your advice on these classes. Yeah, it's really good. Thanks. Sen savadika. Sawadika. Bugünlük jet skimiz turumuz qutardı. Növbətçi bu gün axşam Fənərin oyunu var. Gedək Fənərin oyununa çataq. Bu arada Phuketdə yerli restoranlardan çox Türk restoranları var və bu da onlardan biridir. Və derbi oyunlarını buradan izləyə bilərsiniz. İşaret geldi. Kerem geliyor. Kerem vurdu. Derbində belə yola verdikdən sonra qala gecəsi yaxınlaşır deyə yenidən qayıtdıq Bangkoka və bildiyiniz kimi Bangkokda çox məşhur bir coffee shop var.
Hansı ki adı Kısa USD'dir. Bütün yerli traderlər bu coffee shop'u tanıyır və vacib günlərdə burada toplaşaraq tradelər edirlər. Bəzən hətta müəllimlər də öz tələbələrinə məhz bu coffee shop'da da keçir dərslərini. Biz də şansdan belə bir günə rast gəldik. Gəlin görək burada nələr baş verdi. Hi guys. I hope you are doing good. Yes, you guys trading? You guys buying or selling? You are hedging? Yeah. Oh, you are doing Fibonacci, right? So you are a trader? Yeah, I'm a trader. Oh, that's good. Yes, yeah, I'm a trader. What is it you? Yeah, I can give. Yeah, I have a group. I'm doing. I give a signal to the people. Ah, Yeah. You guys, your strategy is like Fibonacci, right? You are using Fibonacci? Yeah, nice. Yeah, yeah. Oh, nice. Yeah, good. Yeah, teach me also. แต่ถ้าเกิดเขาตามไปนี้แล้วถ้าเกิดอย่างเงี้ยโอเคเขาจะกลับตัวใช่ไหมตรงเนี้ยจะเป็นเซ็น Tayland dilinde öyledir. แต่ว่าถ้าเกิดว่าเขาไม่เกิดการเคลื่อนหรือเส้นอัพเมื่อกี้ถูกไหมที่ตอนที่ถามเนี่ยนะครับเขาจะเป็นไงเขาจะวิ่งเขาจะวิ่งขึ้นต่อไปที่กี่ Hello? You speak English? No, it's no English. Okay. We're gonna get something to drink actually. Do you have something cold? Let's see. Non-coffee. Blueberry smoothies. Non-coffee. Yeah, you honey lemon. I mean, is it coffee or what? Is it lemonade? Lemonade? Honey lemon. No, lemon. Okay, give me this one. This. Yeah. Soda. Peach soda, yes, peach soda. Yeah. One piece soda. Yeah, peach soda, yes. Budapest, no, Budapest. มันบอกให้เราได้นะว่าไปที่อย่างเพราะงี้เห็นว่าถ้าเกิดว่าโซเลยครับหรือว่าโซไปบอสแล้วถ้าเขายังบอสต่อใช่ไหมตรงนี้จะมาได้ Gördüğünüz gibi Fibonacci'nin üstü aşağıda RSI var. Yeah. You also use Fibonacci. Yeah, no, I don't use Fibonacci. I use SNR. Sorry? SNR. SN. SNR, yeah, support and resistance. Yeah, I do that. Yeah, I do that strategy. Yeah. So you use RSI, right? Yeah. Yes. Stochastic. Stochastic. Oh, it is stochastic. Okay, okay. So he's telling that this is the resistance and you should sell from there. Yeah. Okay, but the bias is buy right now. So far now we don't know. Yeah. We just waiting to see the trend of the Yeah. graph. Okay. It's not sure for the reversal or not. Yeah, I can show you here. Look at this now. We are in the like right now. Yeah, this is the decision area here. You see. This is decision area. If it breaks here, then you can sell it. But if it's not, if it's working on this, you should find only buy zone. You understand? Yeah. Right now, like it's very dangerous to sell. Yeah. Yeah, very dangerous. Oh, Yeah. dangerous. Yeah, very dangerous. Yeah. But for you use H1. No, yeah, no, I'm just checking the high time frame first. High time, yeah. Then yeah, I understand that where is the bias, and then I'm finding the like I'm going to the small time zone and I'm trying scalping. Yeah, scalping. yeah, I'm scalping. Yeah, yeah, It's scalping style in Friday. yeah. 5 minute afternoon. time No, frame. Friday afternoon we have another coach. Oh, he's also scalping. Really keen in scalping. Oh, nice, nice, yeah, for good. Friday afternoon. Yes, nice. So Yeah. interesting. So this week there is a like NFP. Are you ready for NFP? In SP, what's come from? I don't know. NFP, it's a news. News. Can you spell it? NFP. NFP. Yeah, non-farm Oh, employment. oh, yeah. Payrolls. Yeah. So it will be like this week, maybe like on Friday. Yeah, on Friday. So on that day, volatility will be very, very high. Yeah. Yeah, so we can use it. I see. Yeah. Okay. So this for the good timing. Yes. And this is my group. If you want, I can show you. This is my group here. You see, yesterday I gave a signal. You understand? Yeah.
every day I'm giving a signal in my community. I have 7,000 subscribers. Yeah, yeah. You see, for example, this one. So it means that you are in this business Yes, for a long yes, time. yes, yes. I have a YouTube channel also. I'm also a mentor. I'm teaching people. I see. Yeah, I have to. Yeah. What is your nationality? I'm from Azerbaijan. Azerbaijan. Yeah, you know where? Yes, now we are in vacation. Yeah, we live in the in city center in the hotel, but this is famous place. We just came to see the XAU USD. Yeah, yeah. We have many coach. Yeah. Yeah, nice. Then Yeah. change every day. Yeah. Which broker do you use? Sorry. Which broker do you use? Both. For this, they use Xnet or Vantage. XNES? Xnet. XNES. or Vantage. Okay. So, yeah, I also have XNES. I use of 1 point like unlimited leverage. I see. Yeah, but usually I use XM. This is the broker XM. I see. Yeah, yeah. Also famous. Yeah, you also have an XM, right? Yeah, 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 yeah. I'm invited here from XM for the gala. Gala. Yeah, gala night. Gala night. Yeah, yeah, yeah. I came for that. Yeah. Also for the big investor. Yes, 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 yes. Maybe have like some special event. Yeah. Yes, yes, nice. Bay dedi bay oldu. Yo yo bunlar sel gözlüler. He was suggesting to buy now. Just waiting for reversal. Yeah, yeah. เพราะฉะนั้นนี่กับเราโตที่โน้ตบอสต่อนะครับเราโตที่โน้ตบอสต่อราคาก็จะวิ่งขึ้นต่อเรื่อยๆนี่นะ Deməli bunlar da strategiya belədir. I'm right now recording, okay? Yeah, yes. Deməli bunlar now I'm making some video for Azərbaycanlı people, okay? I will explain something in Azərbaycan language. Sonra deməli bunların strategiyası nədir? Fibonacci çəkirlər, buy nöqtələrindən buy eləmək üçün ikinci confirmation-da stochastikdən alırlar. Əgər o göy xəttlə sarı xətt bir-birini belə kəsirsə, onda onlar üçün confirmation olur və giriş edirlər. So I explained to them, so whenever they find a buy zone, you get the confirmation from stochastic. When the blue line is cutting the yellow line, so you're gonna get the confirmation and get a buy, right? Yeah, yeah. The mentor knows better. Yeah, yeah, yes, and yeah. That's what I. Yeah, that. Stochastic. Yeah. Yes, I explained his strategy to my people. Yeah, yeah. เข้ามาจากอาเซอร์ไบจาน Yeah. SM เชิญมางานสาระที่เมืองไทยค่ะเขาจะแล้วเห็นว่าที่นี่มีชื่อเสียงก็เลยแวะมาเที่ยวชมค่ะค่ะแล้วมันก็มีกรุ๊ปที่บ้านเขาอะค่ะ Yeah. So they are all students. Yes, students. This is the student. Yeah, students. Yeah, yes, nice, nice. Actually, we have many, but mostly study online. Online. Yeah, Yeah, but you guys can and be meeting with him. Yeah, I also have. เป็นกอบเป็นกำเขาบอกเขารอข่าว So look at this. These are my students. Oh, โอ้ you see. Yeah, I have a big community in back home. เนี่ย Yeah, you see. This is me. Conversation also. Yeah, this is me, and these all are like students here. Oh. Yeah. How many people? Like more than 300. Yeah. More than 300. Yeah, but most of them not here even. I Like, see. yeah. Nice. İncisi bilir, işi bilir. Bu mentorlarıdır. Qaqaş mentorlarıdır, amma ingiliscə bilmir mentorları. Ona görə ancaq xala ilə danışıram. Xala özü Taylandlıdır. Yox, qaqaş da Taylandlıdır. Tayland dilində danışırlar. Fibonacci ilə işləyirlər yəni. Burada bütün düzgün işləyən strategiyalar onsuz da eyni nöqtəni göstərir giriş eləmək üçün. Prosta kimin beyninə nə yatırsa onu eləyir də yəni. Actually, you can share your technique, your experience. Hey, does he know? Does he know? Does he know? Not so sure. There is also special indicator Yeah. which only coming from with the codes. You understand? This is the code. If you want, I can share with you this code. So when you press it, now it will show you where you can buy and where you can sell. Yeah, and it's working also good. Look, Wow. you see? Yeah. Boss shop. Yeah, it shows it's smart money concept like break of structure, change of character. You see,
Yeah, but for example, you see, this is the sell zone. It came, touch, and go down. It came, touch, and came down. But you should use only one time because second time is not fresh. You understand? Yeah, for example, here also, you see, it make a structure, cell structure, touch, and go down. You see how much it went down? Yeah, and each time frame has the same thing. You see, you go 15 minutes. Yeah. It will show you the another entry. You see? Break of structure, make it structure, touch and fly. Yeah. That's it. If you want, I can give the codes to you, and you can put your trading view also. Do you use trading view? I did not take my Your I computer? just Okay. take the only one. It's okay. I can show you the codes. When you have a computer, you can add it. Okay, good. Yeah. Okay. You can call me Jabbar. Jabbar. Yes. And your name? Cheng Silijan. Cheng. Sibelzan? Cheng. CHENG. Chen Zhang. Cheng is nickname and full name is Silijan. Oh, so your nickname is Chen. Chen, Yeah. yeah, Okay. I will say you it's Chen. easier. Yeah. Okay. I'm gonna show you. I'm gonna send you this indicator code. Now I'm going to file, and this is the indicator code. Sorry. File. Indicator code. Yeah. Now you will receive it. So when you yeah, this will be only codes. You will copy this and you will go to the trading view. You press there and you will copy that code and paste there. Okay. And then this all buy zone and sell zone will come to you. Okay. Yeah. Cem Bibi'ye indikatoru öğrettikten sonra öz sevgisini mənə belə göstərdi. Və çoxdandır gözlədiyimiz o böyük gün artıq başlamışdı. Traderlər arasında XM yarışlar keçirirdi. Həm Forex üzrə, həm də belə oyunlar oynayaraq xal yığıb hədiyyələr qazanırdıq. Burada isə XM-in əməkdaşı Həsən bəy ilə qala ilə bağlı yeni müsahibəmiz oldu. Bunu da XM öz səhifəsində paylaşanda daha ətraflı görəcəksiniz. İçəridəki atmosfer isə həqiqətən inanılmaz idi. Hər bir saniyəsi maraqlı keçən bir qala gecəsi yaşadıq. Bu qala gecəsi Tayland səfərimin ən yadda qalan hissələrindən biri idi. Bunlar isə XM-in arxa fonda olan əsas əməkdaşlarıdır. Həm də aralarında bəzi traderlər də var. Bu qaqaların da təqdimata ehtiyacı yoxdur. Zaten hamınız onları tanıyırsınız. Burada isə elektron imza tablosu var idi. Biz də bütün traderlər kimi öz imzamızı çəkdik və ekranda Ecom Soldier logosu, yəni yazısı əks olundu. Və ən sonda XM o boyda zaldan cəmi 12 nəfər adam seçdi və onlar üçün lucky draw elədi. Şansa bax ki, bu 12 nəfərin içində bizim admin də var. 12 nəfərin hərəsi fərqli miqdarlarda pullar qazandı. Kimisi $600, kimisi 100, kimisi 50 və s. Nəysə bizim admin də $100 qazandı. Sevincindən nə eləyəcəyini bilməyib bir dənə Tosi Zəngilanski hərəkəti elədi və mən də qərar verdim ki, bu vlog burada bitməlidir.